Hər vaxtınız xeyir olsun uşaqlar. Hər zaman dediyim kimi, öz gələcəyinizin mimarı məhz siz özünüzsünüz. Bu gələcəyi gözəl inşa etmək sizin əlinizdədir. Gələcəyi gözəl inşa etmək üçün başlayaq dərsimizə. Uşaqlar, bugün biz sizinlə 7-ci sinif fizika dərsliyində sürət mövzusunun mövzu izahına baxmış olacaq. Yəni, sürət dedikdə nə başa düşürük? Sürət nədən asılıdır? Bunları müəyyənləşdirmiş olacaq. Uşaqlar, əvvəlcə biz mövzuya keçid etməmişdən qabaq, burada bizə bir situasiya verilir. Situasiyada bildirir ki, Azər piyada şəkildə, digər isə avtobusla bərabər yol qət edərək məktəbə gedirlər. Yəni, Azər də, Nigar da eyni vaxtda hərəkətə başlayıblar. Tutaq ki, Azər də saat 8-də hərəkət edib məktəbə doğru, Nigar da saat 8-də hərəkət edir məktəbə doğru. Yəni, eyni anda hərəkətə başlayıblar. Sizcə onlardan hansı məktəbə daha tez çatar? Azər mi daha tez çatar məktəbə, yoxsa Nigar mı daha tez çatar məktəbə? Bir də gediləcək yol məlum olarsa, şagirdlərin məktəbə hansı vaxtlarda çatacağını hesablamaq olarmı? Yəni, mənim artıq yolum məlumdur da, tutaq ki, buradan bura qədər olan məsafə 1 kilometrdir. Mənim gedəcəyim yol məlumdursa, mən Nigarın məktəbə nə vaxt çatacağını hesablaya bilərəm. İndi gəlin, bunları müəyyənləşdirək uşaqlar. Uşaqlar, təkcə yolu bilməklə bu yola sərf olunan zamanı hesablamaq mümkün deyil. Məsələn, mən tutaq ki, bilsəm ki, məktəblə Azər arasındakı məsafə 1 kilometrdir. Mən bu məsafəni bilməklə ona sərf olunan zamanı hesablaya bilərəm? Əlbəttə ki, xeyr. Məsələn, bir şəhərdən digərinə təyyarə ilə getdikdə sərf olunan zaman, avtomobillə getdikdə sərf olunan zamandan əlbəttə ki, fərqlidir. Buna görə də yolun nə qədər müddətdə gediləcəyini müəyyən etmək üçün vahid zamanda gedilən yol məlum olmalıdır. Bu yola görə orta sürət anlayışı deyilən kəmiyyətdən istifadə olunur. Yola görə sürət dedikdə, məsələn, sürəti hesablamaq üçün nəydən istifadə olunur? Gəlin bir-bir baxaq. Sürəti hesablamaq üçün bizə lazımdır gedilən yol nə qədərdirsə el, bir də bu yola sərf olunan zaman. Mən tutaq ki, A məntəqəsindən B məntəqəsinə gələnə qədər nə qədər zaman sərf elədim? Mən bunu bilməliyəm. O zaman belə bir düstur müəyyənləşdirmiş oluruq. V bərabərdir L bölünsün T-yə. Burada uşaqlar V sürətdir. L gedilən yoldur. T isə bu yolu getmək üçün sərf olunan zamandır. İndi yola görə sürət skalyar cəmiyyətdir. Beynəlxalq sistemdə də vahidi saniyədə metrdir. İstəsəz bunun da vahidini çıxartmağı öyrədərik. Baxın, burada V bərabərdir L bölünsün T deyil. L-in yerinə mən metr yazıram. T-nin də yerinə saniyə yazıram. O zaman sürətimizin vahidi olur metr bölünsün saniyəyə. Əlbəttə ki, sürətin beynəlxalq sistemdən kənar vahidləri də vardır. Bunlar hansılardır? Kilometr bölünsün saniyə, metr bölünsün dəqiqə, millimetr bölünsün saniyə. Bunlar da düzdür, sürətin vahididir. Amma beynəlxalq sistemdə olmayan vahidləridir. Biz bu şəkildə sürət haqqında anlayış toplamış olduq. Bu, yola görə sürətdir uşaqlar. İndi biz sizinlə həm də öyrənəcəyik yer dəyişməyə görə sürət. Yer dəyişmə yadınıza gəlir, biz öyrənmişdik də sizinlə. Yer dəyişmə nə idi? Trayektoriyanın başlanğıcını və sonunu birləşdirən düz xətt parçası, istiqamətlənmiş düz xətt parçası yer dəyişmə idi. İndi biz bayaqları sizinlə gedilən yola görə sürət müəyyənləşdirmiş olduq. İndi də yer dəyişməyə görə sürəti müəyyənləşdiririk. Yenə də heç bir fərqi yoxdur. Yola görə sürət necə idi? V bərabər idi. L bölünsün T deyildi. İndi yer dəyişməyə görə sürətdə də yazacaq ki, V bərabərdir S bölünsün T. Heç bir fərqi yoxdur. Sadəcə olaraq burada L-i S ilə əvəz elədik. Həm də üzərində görürsünüz burada ox işarəsi vardı. Bu ox işarəsi onu göstərir ki, baxın, dəqiqliyi ilə göstərim sizə. Baxın, burada ox işarəsi var. Bu ox işarəsi onu göstərir ki, yəni yerdəyişmə vektorial kəmiyyətdir, düzdür? Əgər yerdəyişmə vektorial kəmiyyətdirsə, demək ki, yerdəyişməyə görə sürət də vektorial kəmiyyətdir. Ox da onun istiqamətini müəyyənləşdirmiş olur. Yenə də deyirəm, burada S yerdəyişmədir, T isə zamandır. Yerdəyişməyə görə sürət vektorial kəmiyyətdir,
Beynəlxalq sistemdə də vahidi saniyədə metrdir. Baxın uşaqlar, mən bunu indidən sizə deyim. Öyrəndiklərinizi tətbiq edin hissəsində buna aid bir çalışma var. Bayaqları bizim öyrəndiyimiz kimi yolda, yola görə sürətdə, yerdəyişməyə görə sürətində vahidi metr bölünsün saniyədir. Bu onların oxşar cəhətləridir. Fərqli cəhət ondan ibarətdir ki, yola görə sürət skalyar cəmiyyətdir, çünki yol özü skalyar cəmiyyətdir. Yerdəyişməyə görə sürət isə vektorial cəmiyyətdir. Çünki yerdəyişmə özü vektorial cəmiyyətdir. Yaxşı. Yəni bunları bir-birinə fərqləndirən əsas əlamət bundan ibarətdir. Yerdəyişməyə görə sürət həmişə yerdəyişmə istiqamətində yönəlir. Onun ədədi qiyməti V ilə işarə olunur və V bərabərdir S bölünsün T kimi müəyyənləşir. Baxın, burada mən sizə ümumi bir məsələ üzərində göstəreyim. Tutaq ki, indi məsələnin həlli burada verib, mən o məsələnin üzərində çox da gedişat aparmayacağam. Əsas odur ki, mən sizə mahiyyəti izah edim. Baxın uşaqlar, qarışqalar bu məntəqədən, yəni A məntəqəsindən hərəkətə başlayır və gəlir, çıxır, bax, burada B məntəqəsinə. Yəni, qidanın yanına. Mən A-dan B-yə qədər bu qırmızı xətti götürsəm, bu onun getdiyi el yoldur. Ta ki, A-dan B-yə gələnə qədər 5 saniyə sərf edib. Mən yola görə sürəti tapanda yazacağam ki, V yol bərabərdir L bölünsün T-yə. İndi mən bura yer dəyişməni əlavə eləsəm, mən başlanğıcla son nöqtəni birləşdirməliyəm, düzdür? Onda başlanğıcla sonu birləşdirsəm, bunu müəyyənləşdirmiş olaram. İndi bu yer dəyişmədir də, düzdür? Başlanğıcla sonu birləşdirən istiqamətlənmiş düz xətt parçası yer dəyişmədir. Bunu yazacağam S. İndi mən yer dəyişməyə görə sürəti müəyyənləşdirsəm isə V yer dəyişmə bərabərdir S bölünsün T yazacağım. Yəni bu qədər. Bayaqlar dediyim kimi qırmızı ilə göstərdiyim yoldur. Yola görə sürət müəyyənləşdirəndə getdiyimiz yolu bölürük zamana. Yer dəyişməni müəyyənləşdirəndə isə yer dəyişməni bölürsən zamana. Zaman hər ikisində eyni onsuzda. Belə uşaqlar, biz bugün sizinlə sürət haqqında anlayışı müəyyənləşdirmiş oldum. Ümid edirəm ki, bu mövzu izahında sizə hər şey müəyyənləşmiş oldu. Yenə də hər zaman dediyim kimi, öz gələcəyinizin memarı məhz siz özünüzsünüz. Bu gələcəyi gözəl inşa etmək isə sizin əlinizdədir. Sağ olun uşaqlar.